Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Dünya Bankı 2025-2026 illər üzrə Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib. Bankın oktyabr hesabatında Brent neftinin 2025-ci ildə orta qiymətinin 68 ABŞ dolları öncəki proqnozdan 4 dollar çox, 2026-cı ildə isə 60 dollar səviyyəsinə enəcəyi qeyd olunub. Dünya Bankının bu proqnozu fonunda Milli Məclisdə də 2026-cı il dövlət büdcəsi layihəsi müzakirə olunub. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında komitə sədri Azər Əmiraslanov bildirib ki, gələn ildə manatın dəyərinin sabit qalması gözlənilir. Neft qiymətlərində mümkün dəyişikliklər fonunda manatın sabitliyi məsələsini NES24 AZA iqtisadçı Asif İbrahimov şərh edib. Ekspert bildirib ki, ilkin baxışda müəyyən risklər mövcud olsa da, vəziyyət nəzarət altındadır. Azərbaycan Mərkəzi Bankı özünə tapşırılmış tənzimləyici funksiyanı lazımi qaydada yerinə yetirir. Manatın məzənnəsinin sabit saxlanılması üçün qurum xarici faktorlara ciddi nəzarət edir.